Xocalı soyqırımını törətməklə erməni millətçiləri Məkkədə məqsədlər güdürdü. Xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etməkdir. Amma hiləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şahid olmağa hazır olan vətənpərvər nəsil yetişdi. Ali Başkomandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən günə daha da böyüyən iddialarına, yeni işğalçılıq planlarına bir dəfəlik son qoydular və xalqımızın tarixinə parlaq qələbə yazdılar. Biz bir amalla, bir arzuyla yaşamışıq bütün bu illər ərzindəki bu torpaqlara qayıdaq və qayıdmışıq. Ermənistan ordusunu məhv etmiş. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmiş. Onların tör-töküntülərini məhv etmiş. Və mən Füzuli şəhərində demişəm, bir də demək istəyirəm. Biz Koçaryan Sarkisyan ordusunu məhv eləmişik. Biz Koçaryan Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Onları biz məğlub etmişik. Koçaryan Sarkisyan, siz diz çöktünüz bizim qabağımıza. Siz buranı, bax bu günə saldınız. Bütün işğal edilmiş torpaqları. Siz bu məscidi dağıtdınız. Və 2-ci Qarabağ müharibəsi dövründə qaçdılar, gizləndilər. Vurlarını belə soxa bilmədilər döyüş bölgəsinə. Və haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxardın dəmir dümürləri. Onun qiyməti yoxdur. Ordenlər taxmısınız öz döşüyüzə. Qəhrəman. Yalancı qəhrəmandılar bunlar. Bax, mən burada durmuşam. Dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində gəlmişəm bura, öz ordumla. Galip kimi gelmişəm. Sizsə öz miskin həyatınızın sona qədər məğlub edilmiş qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada? Sıçan kimi. Koçaryan Sarkisyan, sizə deyirəm mən. Hərbi cinayətkarlar, Xocalı qatilləri sizi məhv eləmiş. Azərbaycan əskəri, Azərbaycan zabiti sizi məhv etmiş. Əcəb deyil. Allah şəhidlərimizə rəhmət eləsin. Allahu Ekber! Allahu Ekber! Yaşasın Ali Başkomanda! Haqq ədalət bərpa olundu. Bugün xalqımızın 20-ci əsrin ən dəhşətli qırğınından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.